1000 manat əmək haqqı alan şəxs 135 manatını vergidən tutulmalara verməlidir. Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlığı ilə qarşınızdayım. Bəli, səhv eşitmədiniz. Yanvar ayının 1-dən etibarən vergi məcəlləsinə edilən dəyişikliyə əsasən alınan 1000 manat məvacibin 135 manatı vergidən tutulmalara çıxılacaq. Belə ki, 2026-cı ilin yanvarın 1-dən özəl sektorda 2500 manatadək aylıq gəlirdən 3%, 8000 manatadək olan aylıq gəlirdən 75 manat üstəgəl 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat üstəgəl 14% gəlir vergisinə çıxılacaq. Növbəti illərdə isə getdikcə bu vergi artacaq. Yəni gələn il 3% olan gəlir vergisi 2027-ci ildə 5, 2028-ci ildə 7% olacaq. 2028-ci ildən sonra isə Allah kərimdir. Hazırda Azərbaycanda əmək haqqı 200 manatdan çox olduqda 6 manat üstəgəl 10% Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar tutur. Bundan başqa işçilər 0,5% işsizlikdən sığorta haqqı, 2% isə icbari tibbi sığorta haqqı ödəyir. Gələn ildən üzərinə 3% gəlir vergisi də əlavə olunarsa, vergidən tutulmalar belə olacaq. Məsələn, aylıq maaşınız 1000 manatdırsa, gəlir vergisi 24 manat, Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar 86 manat, işsizlikdən sığorta haqqı 5, icbari tibbi sığorta 20 manat. Toplam 135 manat vergidən tutulmalar olacaq və siz 865 manat tam əmək haqqı alacaqsınız. Bax belə əziz izləyicilər, siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Videonu bəyənib paylaşmağı, həmçinin yeni və maraqlı məlumatları qaçırmamaq üçün isə səhifəmə abunə olmağı unutmayın. Özünüzdən müğayət olun.